Salam değerli izleyicilerimiz. Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün. Yurdu yaşatmaq üçün qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan yiğit qəhrəman oğullarımızdan biri Əliyev Salih Namiq oğlunun bugün şəhadət günüdür. Allah şəhadətin mübarək etsin qəhrəman oğlumuzun. Məkanın cənnət olsun Əliyev Salih Namiq oğlu. Ruhu qarşısında ehtiramla baş əydik. Yiğit qəhrəman oğullar vətən torpaqları darda olan zaman silaha sarıldılar. Ali Başkomandanın ətrafında dəmir yumruq oldular və qəhrəmanlıqla döyüşərək vətən torpaqlarını azad etdilər. Sinələrini düşmən gülləsinə sipər etdilər. Qəhrəmanlıqla şəhidlik zirvəsinə uçaldılar. Salih də o igid oğullarımızdan biri oldu. Vətən üçün ölümün gözünə ölümsüz baxdı. Ölümü öldürərək əbədiyyən yaddaşlara yazdı öz qanıyla adını. Tarixlərə yazdı adını Əliyev Salih Namiq oğlu. 15 oktyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən ağır döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə uçaldı. Döyüş tapşırığını yerinə yetirdi və şəhadətə uçaldı. Bugün səninlə bütöv Azərbaycan, bütöv el-oba qürur duyur. Qəhrəman Salih, səni əbədiyyən yaddaşımızda bir ömür boyu yaşadacaq bütün xalqımız. Bugün hər birimiz qürurla, ehtiramla anırıq Salih kimi igidlərimizi, vətən torpaqları uğrunda canlarını fəda edən oğullarımızı. Bugün Salihlər tarix yazdılar, qan yaddaşımız oldular. 30 ildən çox əsarətdə olan torpaqları qəhrəmanlıqla döyüşərək xilas etdilər. Yüksəkli Azərbaycan bayrağı bugün qürurla doğma Qarabağımızda dalğalanır və bütöv dünya bayraqları arasında ucalarda qürurla dalğalanır. Salihlərin qanı bahasına ucaldılan yüksəkli al bayrağımız. Mən Raziyə Kamil qızı olaraq, bir vətənpərvər olaraq hər zaman çalışıram ki, igid qəhrəman oğulların xatirəsini əbədi yaşadım öz qələmimdə. Qələmimi ürəyimin qanına batıraraq yazıram hər sətri. Çünki oğullar qanları bahasına torpaqlarımızı azad etdilər. Bugün səhər mən yuxudan oyanan kimi qələmimi əlimə aldım. Salih üçün az da olsa onu belə xatırladım. Qəhrəman oğlusan, elin obanın. Doğma yurdumun fəxrisən Salih. Yad edir bugün hər kəs səni. Qarabağ qartalı deyirlər adına sənin. Düşmənlərə sinə gərdin, torpaqları azad etdin. Doğma yurdun Füzulidə şəhadətə sən ucaldın. Bugün 5 ildir sənsiz qalmışıq. Cismin olmasa da ruhun bizimlə. Adını tarixə əbədi yazdın, şəhadətə ucaldın. Mənim qəhrəmanım Salih Əliyev. Bəli, qəhrəman oğlumuz Salih Əliyev bugün hər kəsin yaddaşında elə öz hərəkətləri ilə, gördüyü işlərlə, tək o qəhrəmanlığı ilə yox, xeyrsevərliyi ilə, özünün, necə deyərlər, əməlləri ilə yaddaşlarda qaldı. Bugün Solmaz ana göz yaşlarına hakim ola bilmir. Biz də onunla bərabər o kədəri yaşayırıq. Amma bu Salih'in alnına yazılmış bir alın yazısıdır. Salih, bəli, yaşadığı o qısa ömrü şərəflə yaşadı. Hər kəsə xeyir bir əməl yaddaşlarda qoyaraq yaşadı. Ömür boyu bir iz salaraq yaşadı Əliyev Salih. Bugün Salih'i yad edirik. Bax, burada görün nə qədər analarımız var. Digər bölgələrdən gələn, rayonlardan gələn, Bakı şəhərindən gələn, illərin fərqi yoxdur. Bu oğullarımız hər biri, sizin övladlarınız hər biri Qarabağ dedilər, vətən dedilər, torpaq dedilər, silaha sarıldılar. Onlar düşünmədilər, birinci Qarabağ, ikinci Qarabağ və yaxud bölgələrə, illərə bölmədilər. Qarabağın üzünü görməyən oğullar Qarabağ uğrunda döyüşdülər. Solmaz ananın bir sözü hər zaman mənim qulaqlarımdadır ki, Salih hər zaman işıq sönəndə sevinirdi ki, işıq söndü, anası ona şam işığında igid qəhrəman şəhid olmuş komandar haqqında yazılan kitabı oxuyacaq. Və Salih hər dəfə o yazılara, o kitabdan oxunan sözlərə qulaq asaraq anası Solmaz anaya deyirdi ki, mən də komandar kimi bir qəhrəman olacağım. Komandar kimi qəhrəman oldu Salih. Qarabağın göylərində
Onun ruhu pervaz edilindi. Solmaz ana ne kadar çetin olsa da, ne kadar dözülmez olsa da bugün sizin için çok ağırdı onu da bilirim. Ama Salih bizim kan yoldaşımızdır. Naile anamız Füzuli rayonundan gəlibdi. 2 şəhid övlad verildi. Biz ona təsəlli olarak ne diyək? Deyirik, vətən sağ olsun. Bugün istəmirəm, sizləri kövrəltmək, ağlatmaq istəmirəm. Amma bu bizim bir vətənpərvərlik borcumuzdur, insani borcumuzdur. Biz çalışaq şəhid ailələrinin yanında olaq. Elə mənimlə bərabər, bax Arzu xanım Hüseynova da çalışır ki, hər zaman şəhid ailələrinin yanında olsun, öz mənəvi dəstəyini göstərsin. O da Azərbaycanın bayrağını dünya arenalarında, idman sahəsində hər zaman çalışır ki, qəhrəman oğullar yetişdirsin, üç-rəngli bayrağımız ucalarda dalğalansın. Arzu xanım, qısa da olsa bir-iki kəlmələ siz öz ürək sözlərinizi çatdırın. Onu da qeyd edim, dəyərli izləyicilərimiz. Arzu xanımın neçə tələbəsi, idmançılarımız şəhidlik zirvəsinə uçalıblar. Necə ki, Azərbaycan bayrağını idman sahəsində göylərə ucaldıblar, elə Qarabağın səmasında da Azərbaycan bayrağının qürurla dalğalanması üçün canlarını fəda edib o qəhrəman oğullarımız. Buyurun. Çok sağ olun Raziye Hanım. Allah razı olsun. Allah bu analarımızdan razı olsun. Salih'in anasından Allah razı olsun. Yani Əliyev Salih elə bir oğul olub ki, o özü də idmançı olub. İdmançı olaraq da könüllü 44 günlük vətən müharibəsində vuruşmuş və qəhrəmancasına şəhid olmuşdur. Bəli. Əzizim Salih, mən çox düşündüm sənə nə hədiyyə edilər. Amma gördüm ki, hədiyyələrin ən böyüyünü, ən şərəflisini, ən ləyaqətlisini və ən rəyanətlisini sən və səninlə səngərdə bir yerdə vuruşub, qəhrəmancasına şəhid olub, qazi olub, bitiran olan oğullar bizə bəxş etdi. Bəli, siz düzgün vurguladınız Raziye xanım. O özünün görmədiyi doğma Qarabağda, Füzulidə qəhrəmancasına vuruşub, şəhid oldu. Mənim vurguladınız siz 2 şəhid tələbəm var. Əbdurrahman Usuqan və Elman Abbasov. 2 veteran, 1 qazi tələbəm var. Allah hamısı cəmi şəhidlərimizin məqamını yücə eləsin və analara, şəhid xanımlarına, şəhid övladlarına, şəhidlərimizin ömürlü yoldaşlarına Allah səbir versin. Yəni biz idmanda deyirik ki, bir idmançının uğuru bütöv Azərbaycanın uğurudur. Çünki o bayraq ucalanda bütöv Azərbaycanın himnisi orada səslənir. Böyük arena ayağa qalxır, himninizin altında tənzim edirlər. Bəli, mənim əziz tələbələrim də hər məşqdə Salih olması bir dəqiqəlik sükut edirik və himnimizi oxuyurlar. Ona görədir ki, gələcək nəsil də bizi davam eləsinlər. Bilsinlər ki, bizim Salih kimi igid oğullarımız olub. Mən sizlərlə qürur duyuram, əziz analar. Allah sizlərdən qiyamətə can razı olsun. Və düşünürəm ki, Salih və Salihlə bir yerdə şəhid olan oğullar Azərbaycan xalqının, dəyərli xalqımızın heç vaxt yaddaşından çıxmayacaqdır. Bizim uşaqlar yarışlarda iştirak edirdilər. Böyük, necə deyərlər, yarışlarda iştirak edirdilər, yüksək nəticələr əldə edirdilər. Arenalarda birinci yerə çıxırdılar. Amma inanın ki, onlar ermənilərlə, yəni bizim mənfur düşmənlərimizlə üz-üzə gələndə etiraf eləmək lazımdır. Pis olurdular, sanki sınırdılar da. Bu kim deyir biz bunları uduruq, amma ki torpaqlarımız oradadır. Biz torpaqlarımızı verməmişdik. Sadəcə olaraq onların havadarları ermənilərin kömək elədilər. Torpaqlarımız işğal altında oldu. Və bu günləri biz qürurla idman yarışlarında da bütün harda olursa olaq biz qürur duyuruq. Kimin hesabına? Bizim Ali Baş Komandanımız Cənab İlham Heydaroğlu Əliyevin dəmir yumruğu altında Raziye xanım düzgün vurğuladı. Onun çərçivəsində birləşən məhz sizin balalarınız Salih və Salih kimi yüzlərlə, minlərlə oğulların hesabına biz qürur duyuruq ki, artıq bizim doğma Qarabağımız, Azərbaycanın dilbər göşəsi olan Qarabağ azaddır. Ümidvaram ki, tezliklə biz orada da görüşəcəyik, orada biz tədbirlərimizi keçirəcəyik inşallah. İnşallah. Mən inanıram ki, Salih və Salih kimi oğullar, məhz Raziye xanım sizin və bizim tədbirlərimizi təşkil edən xanımların, sizlərin anaların hesabına həmişə yaddaşlarda yaşayacaqlar.
Fatihlər.az informasiya agentinin təşkiçisi, Azərbaycanın ilk judoçu xanımı, idman ustası, məşqçi müəllim Arzu Hüseynova. Təşəkkür Salih edirəm. anası. Mən sizə dərin təşəkkürümü bildirirəm və burada kanallara dərin təşəkkürümü bildirirəm. Çox Arzu sağ xanım, olun. mən sizə təşəkkür edirəm ki, hər zaman öz yəni diqqətinizi, qayğınızı, mənəvi dəstəyinizi analarımızdan əsirgəmisiniz. Mən sizə təşəkkür edirəm. Və elə Salih haqqında yazdığım qısa bir bəndi oxumaq istəyirəm. Yenə ürəyim yanır, oğul balam, sənsiz yaman darıxmışam. Gözlərim yollarda qalıb, mənim qəhrəman balam, sənsiz yaman darıxmışam. Qəlblərdə yaşayacaq igid balam, sənsiz yaman darıxmışam. Sən getdiyin o yollarda hər qarışda izin qalıb, sənsiz yaman darıxmışam. Gözlərim yollarda qalıb, torpağın hər qarışında, hər izində sənin ləpirlərin qalıb. Qarabağın hər daşında sənin bir izin qalıb, sənsiz yaman darıxmışam. Mənim igid, qəhrəman Salih balam, vətən sağ olsun.